Bu sırf siyasi bir hüquqi qərardır. İnzibati məhkəmələrində Rusiyanın mübahisələndirilməlidir. Əgər mübahisələndirilməsə, anındaca həmin adam ölkədən deport olunacaqdır. Tələbələr mütləq şəkildə özlərinin reyestrdə olub-olmadığını yoxlamalıdırlar. İşləyərək, orada ailəsinə maddi yardım edən vətəndaşlarımız, yəni soydaşlarımız mütləq şəkildə yenidən qeydiyyatdan keçməlidirlər. Salam Ramil bəy, xoş gəlmisiniz. Əleyküməssalam, xoş gördük. Ramil bəy, son vaxtlar Rusiya-Azərbaycan münasibətlərində bir gərginlik müşahidə olunur. Yaxın günlərdə deputatımız Azər Badamov Moskva hava limanından geri qaytarıldı və bu dönəmdə həm də Azərbaycana olan kiber hücumların əslində elə Rusiya ərazisindən olduğu məlum oldu. Və bunların fonunda Rusiyada miqrantlarla bağlı çox ciddi, kəskin, sərt deməli qanunlar qəbul olmağa başlayıb. Onsuz da 2024-cü ilindən bəri, yəni hər ay demək olar ki, yeni qanunlar qəbul olunurdu. Bu dəfəki isə daha sərtdir. Yəni 2025-ci ilin 30 iyunundan etibarən 3 gün ərzində, yəni Rusiyaya getmək istəyənlər 3 gün ərzində icazə almalıdırlar. Yəni 72 saat burada nəzərdə tutulur. Hətta vizası olanlar belə bu icazəni almalıdırlar. Bax, bu qərar, bu yenilik nə kimi, nə ehtiva eləyir? Bəziləri bunu, yəni miqrasiya ilə bağlı qara hərflərlə yazılmış bir gün kimi qeyd edirlər. Sizin də fikriniz maraqlı olardı. Birinci, təşəkkür edirəm dəvətiniz üçün. Biz sizin verdiyiniz sualı gəlin ilk öncə iki hissəyə bölək. Çünki sualınızın birinci hissəsi məsələləri biraz hüquqi, siyasi aspektdən yanaşır. Digər tərəfdən ikinci hissə isə hüquqi cavab tələb eləyir. Bildirmək istəyirəm ki, birinci növbədə ümumiyyətcə Azərbaycan dövlətinin Rusiya Federasiyası ilə pisləşən münasibətləri, istər təyyarə olayları olsun, istər ümumiyyətcə digər məsələlərlə bağlı ölkəyə olan təzyiqlər, Rusiya Dövlət Dumasının Azərbaycan ünvanına, Azərbaycan belə deyim də siyasi rəhbərliyinin, o cümlədən Azərbaycan vətəndaşlarının ünvanına səsləndirdiyi o sərt fikirlər ki var idi. Onlar bir yerdə partlamalı idi. Bu da gəldi bir təyyarə olayının başında çatladı, təəssüflər olsun. Və o vaxtdan bu tərəfə Azərbaycan siyasi hakimiyyəti Rusiya ilə münasibətləri sərin saxlayır və konkret tələblər səsləndirib. Qeyd edeyim ki, bu tələblər siyasi deyil, eyni zamanda beynəlxalq hüququn açısından kifayət qədər əsaslı tələblərdir. Buna nələr aiddir? Burada təyyarənin vurulmuş zərərin kompensasiyası, təyyarə qəzasında vəfat edən, həlak olan insanların ailələrinə olan kompensasiyalar və s. O cümlədən rəsmi şəkildə dövlət adından üzrün istənilməsi. Bu kifayət qədər ciddi və əsaslı tələblər idi. Bu məsələnin bir tərəfi, digər bir tərəfdən Rusiyanın özünün dünyada bir siyasi imicinin artıq yetərincə çizilməsi fonunda bir də 9 may paradı ilə bağlı dünya liderlərinin, siyasi liderlərin, dünya ölkələrinin həmin paradda say baxımından çoxluqda iştirak etmək tələbi idi, zərurəti idi. Azərbaycan siyasi rəhbərliyi son anda belə deyək də bu paradda iştirak etməkdən imtina etdi. Bir hüquqşünas kimi deyil, bir ölkə vətəndaşı olaraq bu qərarı mən də alqışlayıram. Kifayət qədər ciddi və zamanında verilmiş bir qərardır. Oraya getməmək lazım idi və gedilmədi. Bu çox yaxşı qərar idi, düzgün qərar idi. Mən belə fikirləşirəm. Bu məsələnin digər bir tərəfi o idi ki, ölkə rəhbərliyinə müəyyən kanallar vasitəsilə istər Belarusiya prezidenti olsun, istər Tacikistan prezidenti tərəfindən, o cümlədən Rusiyanın ənənəvi davranışı müəyyən məsələlərdə din xadimlərinin devrəyə keçməsi, yəni Rusiya patriarxının Azərbaycan dövlət rəhbərindən paradda iştirakı ilə bağlı xahişi, bu əlbəttə ki, nəzərə alındı, amma son anda yenə də deyirəm, qərarın qəbul olunması və iştirakın olunmaması mənə görə bir vətəndaş kimi düzgün qərar idi. Gələk sualınızın ikinci hissəsinə, hüquqi məsələ ilə bağlı. Xatırlayırsınızsa, bu ilin əvvəlində Rusiyada miqrasiya siyasətinin, o cümlədən miqrasiya qanunvericiliyinin xarici ölkə vətəndaşlarına, o cümlədən ölkənin içində, yəni Rusiya Federasiyasının içində olan miqrantlara
o cümlədən əməkçi miqrantlara qarşı sərtləşməsi ilə bağlı biz kifayət qədər detallı analiz təqdim etdik sizinlə birlikdə, elə bizim öz müsahibənizdə. Amma çox təəssüflər olsun ki, bugün bəzi həmin vaxtı o video efirə getdikdən sonra bəzi savadsız bir kütlə bizim ölkə vətəndaşlarının, soydaşlarımız üçün haqlı və yerində olan hüquqi endişəmizi çox mənfi algıladılar və bəzi xoşa gəlməz sözlər yazdılar və bu da qeyd edeyim ki, yekunda bizim haqlı çıxmağımızı gətirdi, göstərdi. Çünki biz belə deyim də təhsil alan savadlı kəsim hadisələrin hara getdiyini artıq görürdük. Bugün də bunun nəticəsi Rusiya dövləti yenidən belə deyək də sərtləşməyə getdi. Əslində yanvar ayından bu tərəfə Rusiya dövləti ölkədə miqrasiya siyasətinin sərtləşməsi ilə bərabər ölkənin içində olan miqrantlara 3 aylıq bir miqrasiya amnistiyası təqdim etdi ki, bu miqrasiya amnistiyasında nələr özlərini ehtiva edirdi? Deyirdi ki, qardaşım, sən dünənə qədər mənim ölkəmdə, bu arada mən sizə deyim, beynəlxalq hüququn subyekti olan ölkələrin ərazilərində miqrasiya qanunvericiliyi və miqrasiya qaydalarını müəyyən etməkdə tam səlahiyyətlidir və onların özlərinin daxili qanunvericiliyi və sırf daxili iradəsi əsasında formalaşan bir şeydir. Bu günlərim ölkənin, belə deyim də, Azərbaycanın qəbul eləyəcəyi istənilən, belə deyim, məsələn, sərhədlərin bağlanması ilə bağlı. Bu günlərim ölkə sərhədlərini bağlayıb, hansısa bir dövlətlər təzyiq eləyə bilməz kiməsə sən ölkə sərhədlərini aç deyə. Bu, Azərbaycanın özünün daxili qəbul etdiyi bir qanundur, bir davranışdır. İndi bu artıq sırf ölkə rəhbərliyi, yəni belə deyək də, ölkə vətəndaşlarının göstərəcəyi bir reaksiyadır. Tələb olunarsa yüksək şəkildə ölkə sərhədlərinin açılması ilə bağlı, bu artıq siyasi hakimiyyət tərəfindən qiymətləndirilə biləcəkdir. Tələb olunmasa bağlı qalacaq və s. İstənilən halda, yəni miqrasiya məsələsi, daxili qanunvericilik və daxili davranış məsələsi olduğuna görə, Rusiya dövləti bu günlərin bu şəkildə davrandığına görə kimsə də ona sən niyə bunu belə etdin deyə bilmir. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən amnistiya məsələsi ki, tətbiq olundu. Bu aprel ayının 30-na qədər nəzərdə tutuldu və Rusiya dövləti bildirdi ki, daxilində olan miqrantlara kimlər ki, daha öncədən işləmək üçün patentlər əldə etmişdi, bir. Kimlər ki, ölkə ərazisinə daxil olub orada, belə deyim də, bilirsiniz, daimi və müvəqqəti qalmaq üçün şərtlər olur. Aşağı-yuxarı Azərbaycan miqrasiya qanunvericiliyi, ümumiyyətcə, dünya miqrasiya qanunvericiliyinin əsaslandığı bir prinsiplər var. Burada şəxsin ölkədə qalması üçün əsaslardan biri qohumluq münasibətləridir, biznes münasibətləridir, sərmayə yatırımlarıdır və s. Əgər məsəl üçün hər hansı bir Azərbaycan vətəndaşı Rusiyalı bir xanımla rəsmi nikahda olursa və ondan övladı varsa və yaxud da ki, özü artıq daimi yaşayış icazəsi almışsa, təhsil alırsa, ondan sonra ciddi xəstəlik səbəbindən müalicələr alırsa, himayəsində uşağı varsa, bütün bunların hamısı şəxsə, belə deyim də, müvəqqəti yaşama icazəsinin alınması üçün əsasdır. Rusiya dövləti də həmin vaxtda dedi ki, təkcə Azərbaycanlılara yönəlikdə deyil, hələ Azərbaycanlılar digər miqrantlara nisbətən daha yaxşı vəziyyətdə olan bir icma idi. Çünki daha çox burada Tacikistandan, Özbəkistandan, Qırğızıstandan olan əməkçi və digər miqrantlar var idi ki, onlar daha çox əziyyət çəkdilər. Rusiya dövləti müraciət elədi miqrantlara ki, sənədlərinizi qaydasına qoyun. Çünki 3 aydan sonra, yəni amnistiyanın müddəti bitdikdən sonra belə deyək də, daha sərt davranış olacaq sizlərə qarşı. Amma sənədləri olmayan miqrantlar ki var idi, həmin miqrantlar biz zamanında sizlə birinci verilişi eləyəndə biz deyirdik ki, əgər bu qaydalar qəbul olunana qədər məhkəmənin qərarı ilə miqrantların ölkədən xaric olunması həyata keçirdilirdisə, bu qərardan sonra miqrasiya xidməti, o cümlədən Rusiyanın hüquq mühafizə orqanları tərəfindən yerindəcə aşkarlanan, belə deyim də, pozuntu ilə yaşayan miqrantlar, onların
birbaşa əmrləri ilə ölkədən deport Ramiz olunacaqdılar. bəy, amma bir məsələ də var. Təkcə artıq bu yeni qanundan sonra yalnız qeyri-qanuni yaşayanlara aid olunmur. Yəni burada tək kod məsələsi də deyil. Nəzarətdə olanların reyestrinə, bəli, orada kobud şəkildə qanun pozanlarla bərabər, yəni qanuni şəkildə yaşayanlar da düşə biləcək. Bəli, indi burada məsələ çıxır ki, həm burada tələbələr var, patentlə işləyənlər var, yəni müvəqqəti yaşayış icazəsi olanlar var. Yəni bax, bunların da hüquqları hardasa pozulur. Yəni reyestrdən çıxarılmasa bu insanlar deportasiya oluna bilərlər. Bəs onlar nə etməlidirlər? Yekun bu son dəyişikliyə əsasən Rusiya dövlətinin ərazisinə viza və ya viza rejimindən kənar gələn şəxslər, məsələn, Azərbaycanın viza rejimi tətbiq olunmur. Viza rejimindən kənar gələn vətəndaşlar mütləq şəkildə birinci müraciət edirlər, belə deyim də, müvafiq aplikasiya ilə Rusiya dövlətinə müraciət edir ki, mən sənin ölkəvə gəlmək istəyirəm, gəlməyimin səbəbi budur, qalacam filan yerdə, tam dəqiq ünvan göstərilməlidir və özünün, baxın, burada dönənə qədər çox çətin olurdu, amma indi məcburiyyətdən artıq ölkənin ümumvətəndaş pasportları skan olunur, PDF formasında onlar yüklənməlidir həmin o aplikasiyaya və nəticə etibarı ilə Rusiyanın müvafiq qurumu, yəni miqrasiya xidməti həmin şəxsin ölkəyə daxil olub olmayacağı ilə bağlı kod verir, QR kod təqdim edir. Məsələ budur ki, bu əvvəllər, yəni təxminən 1-2-3 il bundan qabaq tətbiq olunurdu. Məsələn, Türkiyəyə daxil olan zamanda tətbiq olunmuşdu. Bu pandemi dönəmində idi, yəni pandemiyanın yumşaldıldığı dövr üçün nəzərdə tutulmuş idi. Mən həmin ərəfələrdə Türkiyədə magistr təhsili alırdım. Biz ölkədən çıxanda Türkiyənin dövlət saytından qeydiyyatdan keçirdik. Ölkəyə gəlmə səbəbimizi qeyd edib. Amma bu konkret pandemiya səbəbindən idi. Yəni ora Covid pasportunu yüklüyürdün, xarici pasportunu yüklüyürdün və gəlmək səbəbi qeyd edirdin. Amma bu anlaşılmayan bir vəziyyətdir. Yəni bu, yenə deyirəm, Rusiyanın özünün tələbidir. 72 saat ərzində sənə məlumat gəlir və sən həmin kodu aldıqdan sonra artıq Rusiya ərazisinə daxil olacaqsan. Baxın, burada məsələ həm də odur ki, təkcə vətəndaşların ötən illərə münasibətdə qanun pozuntuları və s. bununla bağlı məsələlər deyil, həm də digər aspektlərdə ölkəyə buraxılmaması mümkündür. Bu sırf siyasi bir hüquqi qərardır və daha çox qısıtlamalara, yəni məhdudlaşdırmaya xidmət edən bir qərardır. Ümumiyyətcə, bu qərara görə Rusiya dövlətindən hər hansı bir hesabatlılıq da tələb edilməsi mümkünsüzdür. Qeyd edeyim ki, baxın, burada bir dənə məsələ var, incə nüans ondan ibarətdir ki, bu qərar eyni zamanda ölkənin daxilində olan, hətta 2020, 2021, 2022-ci ildə hətta inzibati xəta törətmiş şəxslərin belə həmin belə deyim də, reyestrə daxil olunmasından mümkündür. Məsələn, adamlar inzibati xəta törədiblər. Tutaq ki, bir yol nəqliyyat hadisəsi nəticəsində adama inzibati qaydada protokol tərtib olunubdur. Hətta adam ondan sonra, belə deyim də, indi bizim daxili qanunvericiliyə görə bir müddətdən sonra konkret prosessual müddətlər var da, konkret inzibati pozuntularla bağlı konkret prosessual müddətlər var. Həmin o müddətlərin keçməsinə baxmayaraq, vətəndaş həmin reyestrə daxil olunur, öhdəlik qoyulur üzərinə. Deyir ki, Rusiya dövləti, deyir, əgər sənin hər hansı bir səbəbdən reyestrə daxil olunmusansa, sən mütləq şəkildə miqrasiya xidmətinə getməlisən, müraciət etməlisən. Miqrasiya xidməti uyğun bilərsə, sənin adını həmin reyestrdən çıxardacaq, uyğun bilməzsə və burada mütləq tələb ondan ibarətdir ki, səndən rus dilində ərizə yazmağı tələb eləyirlər. Yəni onların kəsin tələblərindən biri odur ki, sən rus dilini bilməlisən. Səndən rus dilində ərizə yazmağı tələb eləyirlər. Mütləq şəkildə, baxın, həmin ərizə sonradan itməməsi üçün buradan mən bizim ölkə miqrantlarına, yəni ölkə soydaşlarımıza bildirmək istəyirəm ki, 2 nüsxədə ərizəni yazıb təqdim etsinlər. Birinci nüsxə təqdim olunmalıdır. İkinci nüsxədə isə onlar həmin ərizəni qəbul etməsi barədə qeyd yazıb geri qaytarmalıdır. Ki, bu sabahsın mübahisələndirildikdə həmin Rusiya dövlətinin, həmin müvafiq qurumun şəxsi deməsin ki, bizə hər hansı bir ərizə təqdim olunmamışdır. Bu birinci şərtdir. İkinci şərt odur ki, 3 ay ərzində onlardan, yəni dövlət qurumundan verilmiş
imtina inzibati məhkəmələrində Rusiyanın mübahisələndirilməlidir. Əgər mübahisələndirilməsə, anındaca həmin adam ölkədən deport olunacaqdır. Yəni, dolayısıyla vətəndaşları bir hüquqi prosesin içinə salırlar. Yəni, miqrantları bir hüquqi prosesin içinə salırlar. Nə xoşbəxtçilik ki, bizim Azərbaycan vətəndaşlarımızın əksəriyyəti artıq Rusiya vətəndaşlığını qəbul edibdilər. Bu arada mən sizə deyim... Problem tələbələr müraciət etmişdilər ki, məsələn, bank hesabları bağlanıb, valideynləri onlara pul göndərib. Məlum olub ki, araşdırandan sonra məlum olub ki, onlar da gedib həmin o nəzarət reyestrinə düşüblər. Bax, bunlar nə etməlidir? Yəni, kiçik bir xətaya görə tələbə, bu humanitar hüququn pozulması sayılmırmı? Yəni? Əslində, Rusiya kimi bir ölkədən humanitar hüquqa hörmət gözləmirəm bir hüquqşünas kimi. Çünki biz bunu 2008-ci illərdən görmüşük. Gürcüstanla olan qısa müddətli müharibə zamanı bir çox insanların övladları məktəbdə qalmışdı, amma Gürcüstan vətəndaşlarını, belə deyim də, ölkədən deport etmişdilər. Mindirmişlər təyyarəyə və yola salmışdılar Gürcüstana. Bu, elə həmin vaxtı Gürcüstan Rusiyanı Avropa İnsan Hüquqları Məhkəməsinə vermişdi və orada kifayət qədər də əsaslar var idi. Və o qədər fantastik bir, belə deyək də, təzminat da tələb eləyirdi. Yəni, mən açığını deyim, Rusiyadan insan hüquqlarına hörmət, humanitar hüquqa hörmət gözləmirəm, açıq deyirəm sizə. Bu məsələnin ikinci bir tərəfi. Üçüncü və ən əsas tərəfi o sualınızla bağlı deyim. Bildirirəm ki, tələbələr mütləq şəkildə özlərinin reyestrdə olub-olmadığını yoxlamalıdırlar. Rusiyada, bizdə olduğu kimi Rusiyada da özəl və dövlət universitetləri var. Dövlət universitetlərində sadəcə tələbə biletini, baxın, məsələnin gülməli tərəfi odur ki, dövlət universitetləri tərəfindən verilən həmin o tələbə biletləri dövlətin miqrasiya xidmətinin əməkdaşları tərəfindən qəbul olunmur. Tələb olunur ki, get universitetdən sənin həqiqətən də həmin universitetdə təhsil aldığına dair arayış gətir, əmr gətir. Özəl universitetlərə münasibətdə isə, bilirsiniz, özəl universitetlərlə vətəndaşlar arasında, miqrantlar arasında münasibətlər müqavilə əsasında tənzimlənir. Yəni, o özəl universitetlərin göstərdiyi təhsil xidməti və vətəndaşın öhdəliyi, nə qədər pul ödəyir. Özəl universitetlərə münasibətdə isə müqavilənin təsdiq olunmuş formasını tələb edirlər. Yəni, yenə də deyirəm, bu Rusiyanın özünün daxili yurisdiksiyasıdır və bununla bağlı onlara bizim hər hansı bir iradımız yoxdur. Amma biz sadəcə olaraq, mən bir hüquqşünas kimi bunu kənardan görürəm ki, bu pozuntudur, ciddi pozuntudur, insan hüquqlarına hörmət etməyə, belə deyək də, kontekstində gedən bir şeydir. Ona görə də indiki halda tələbələrimiz bunu, belə deyim də, yoxlamaq məcburiyyətindədirlər. Özləri üçün. Çünki azından, bu arada mən sizə deyim, pozuntulardan biri də bilsiz nədir? Əgər onlar hər hansı bir miqrantı aşkar etdikləri halda, hətta sənədləri qaydasında olduqları halda, onlardan mobil telefonlarını və yaxud da ki, digər elektronik vasitələrini əllərindən alırlar. Bu, birbaşa şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusudur. Bu, birbaşa şəxsi həyata müdaxilədir. Çünki ola bilər ki, hər hansı bir miqrant ailə üzvləri ilə telefonda danışar, övladlarının şəkillərini istəyə bilər və yaxud da ki, sırf onun özəl bir şəkilləri ola bilər orada, məlumatları ola bilər. Qeyd edeyim ki, bu miqrasiya əməkdaşları həmin məsələdə də kobudluq eləyirlər və qanun onlara icazə verir bu kobudluğu etməyə, təsəvvür edin. Və eyni zamanda bunun adını qoyurlar ki, Rusiya dövlətinə qarşı hər hansı bir saytlara girilirsə, hər hansı bir müzakirələrdə iştirak olunursa və s. Amma qeyd edeyim ki, beynəlxalq hüquq bunu bu şəkildə eləyir. Həmin belə deyək də, şəxsi məlumatlarını daşıyan telefonunda, bu mənim şəxsi telefonumdur. Bunda mənə aid çox şey var. Nəticə itibarilə mənim bu telefonuma müdaxilə yalnız bir halda mümkündür. O da məhkəmənin qərarı ilə. Məhkəmə qərar versə ki, bu telefona baxış keçirilməlidir, yəni o zaman tamamdır. Əgər məhkəmə olmadan bu sadəcə hansısa bir məmurun özünün təşəbbüsü ilə buna yoxlama keçirilir, buna baxılırsa, bu bir daha deyirəm, insan hüquqlarının kobud pozuntusudur. Ənənəvi
Bu Rus bazarlarında çalışan bu, yəni Azərbaycanın fəhlələrin bəs aqibəti necə olacaq? Yəni bu yeni sistem onlar üçün nə kimi problemlər yarada bilər? Bu məsələdə qeyd edeyim ki, Rus bazarlarında çalışan bizim Azərbaycanlı vətəndaşlar, ümumiyyətlə soydaşlar deyə, vətəndaş hüquqi məsələdir. Həm yerlilərimiz deyə. Onlar bizim canımız, ciyərimizdir. Mənim öz qohumlarım da var Rusiya bazarlarında işləyən. İstənilən sıravi Azərbaycanlının Rusiyada yaşayan bir qohumu vardır. Bu arada mən sizə deyim, həmin şəxslər mütləq şəkildə öz vətəndaşlığını təsdiq edən sənədlərini üzərində mütləq daşımalıdırlar. Çünki bir çox hallarda sual olunur ki, məsələn deyirəm də, tutaq ki, vətəndaşlarımız sual verir ki, mənim Rusiyanın daxili pasportu var, amma ölkədən çıxış pasportu yoxdur. Belə olan təqdirdə mən nə etməliyəm? İşinizi möhkəmə və sağlama almağınız üçün mütləq şəkildə Rusiyanın ümumi vətəndaş pasportunu, daxili pasportunu deyil, xarici pasportunu mütləq şəkildə almalarını tövsiyə eləyirəm. Azərbaycan vətəndaşı olub, əməkçi miqrant kimi patent alaraq, işləyərək, orada ailəsinə maddi yardım edən vətəndaşlarımız, yəni soydaşlarımız mütləq şəkildə yenidən qeydiyyatdan keçməlidirlər. Baxın, bu kifayət qədər bir zamanın alınmasıdır, oğurlanmasıdır. Çünki bu günlərim Rusiyadan olan bir neçə hüquqşünas dostlarımız var ki, onlar sırf miqrasiya sahəsində xidmətlər göstərirlər insanlarımıza. Onlar belə deyirlər ki, bir çox hallarda insanlar gecə saat 4-dən, 5-dən gəlirlər, miqrasiya xidmətinin qarşısında növbələr tuturlar. Minlərlə, 10 minlərlə düşünün ki, növbələr var, amma çətindir, məşəqqətlidir. Əgər hansısa bir miqrat soydaşımız orada davam eləmək istəyirsə, yaşamaq istəyirsə, dövlətin qanunlarına boyun əymək zorundadır. Çünki bu günlərim Rusiya dövləti bunu bu şəkildə istəyirsə, onunla savaşmaq imkanı yoxdur həmin bizim fəhlə qardaşımızın, fəhlə dostumuzun. Ona görə o mütləq şəkildə biraz özünə əziyyət verməlidir. Sənədlərini yenidən təqdim etməlidir, yenidən. Bu arada mən sizə deyim, miqrasiya amnistiyası sentyabr ayının 1-nə qədər uzadılıbdır. Yəni, sentyabrın 1-nə qədər artıq vaxtı var yenə də. Əvvəllər bu, deməli, may ayının 1-nə qədər nəzərdə tutulmuşdu. İndi isə sentyabrın 1-nə qədər müddət uzadıldı. Bu müddət ərzində gedib sənədlərini qaydasına qoysunlar, həmin yoldaşlar, həmin insanlar. Amma istənilən halda, baxın, bir də daimi əsaslarla yaşayan bizim Azərbaycanlı miqrantlarımız var ki, onlar məsəl üçün rəsmi nigahda deyirlər, amma övladları var Rusiya vətəndaşlarından. Bu, Rus millətindən də ola bilər, bu, digər millətlərdən də ola bilər, amma Rusiya vətəndaşıdır. O adamlar mütləq şəkildə məhkəmə vasitəsilə özlərinin bu hüquqlarını tanıtmalıdırlar ki, onlar həmin uşaqların saxlanmasında, maddi təminatında hüquqi fakt kimi bunu təsdiq elətdirməlidirlər ki, son 3 ildə xidmət göstəriblər. Son 3 ildə onlara o uşaqların, o belə deyim də, azyaşlıların saxlanmasında öhdəliklərini icra eləyiblər və hər hansı bir borcları yoxdur. Bu da, əgər belə bir şey etməsələr, onların da ölkədən deport olunması maalesef qaçılmaz olacaqdır. Mən düşünürəm ki, burada mütləq hüquqi yardımdan istifadə olunmalıdır. Nəzərə alsaq ki, Rusiya dövlətində hal-hazırda pulsuz hüquqi yardım göstərən mərkəzlər barmaq sayı qədərdir. Amma buna baxmayaraq, onlar heç olmasa oradakı hüquqşünasların və miqrasiya xidməti göstərən mərkəzlərin xidmətlərindən istifadə etməlidirlər. Yəni, belə deyək də, az bir zaman ərzində əziyyət çəkməlidirlər, sənədlərini qaydasına qoymalıdırlar. Ramil bəy, onda Azərbaycan hökuməti bəs yəni öz vətəndaşların hüquqları üçün, onların bərpası üçün nələr etməlidir? Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarının hamisi qismində çıxış eləyir. Bu, dövlətin üzərinə götürdüyü bir konstitusiyon öhdəlikdir. Hesab eləyirəm ki, Rusiyada olan bizim konsulluq idarələri vətəndaşların qanunsuzluğa məruz qalmamaları üçün həmin o miqrasiya xidmətləri göstərən şirkətlərlə, hüquqşünaslarla artıq müqavilələr bağlanılmalıdır. Mən belə fikirləşirəm. Çünki biz bunu Özbəkistan və Tacikistan nümunəsində görmüşük. Həmin o dövlətlər
konsulluq səviyyəsində hüquq şirkətləri ilə müqavilələr bağlayıblar və həmin o hüquq şirkətləri bir komanda olaraq, tutaq ki, özbəklərə, taciklərə və digər dövlətin belə deyim də vətəndaşlarına onların sənədlərinin verilməsi, ən azından pulsuz konsultasiyaların edilməsinə xidmət göstərirlər. Bir nömrə ayırırlar və ölkənin belə deyim də həmin ölkənin vətəndaşları bilir ki, tutaq ki, Azərbaycan Respublikasının səfirliyində olan, tutaq ki, konsulluq idarəsinin nümayəndəsinin nömrəsi budur. Nə sualları olsa o qaynar xəttə əlaqə saxlamaqla, belə deyim də, onlardan bir hüquqi məsləhət alacaqdır.